Çispaqa da uzur sudan. Salam mənim əzizlərim. Bugün biz İstisu İstirahət Mərkəzinə gəlmişik bir günlük dincəlməyə. Mən sizə buradan danışmaq istəyirəm. Bura necə mini cənnətdir. Yəqin bu yolu çoxunuz keçib və yol üstü Xudaddan 3-4 kilometr aralıda 4-cü şöbə adlanan bir ərazidə yerləşir. İstisu adlanır. Elə daxil olursunuz, gözəl bir məkandır. Öz otaqları, rahat, mən sizə yenə göstərəcəm otaqları da. Oturmağa bisetkalar. Baxın, burada necə oturub yeyib içməyəsən, necə dincəlməyəsən, bu cür mənzərədə, bu cür gözəllikdə. Deməli, İstisu İstirahət Mərkəzində belə bir 3 nəfərlik otaqların qiyməti 30 manatdır. 2 kravat, bir divan, stol, televizorlar da var. Tamam, tuvalet. Və qabağında belə oturmaq üçün yer də var. Bura isə 2 nəfərlik bir otaqdır. Burada 30 manat qiymət. Qabağında da yeri var oturmaq üçün. Bu da 5 nəfərlik otaqdır. Qabağında belə oturacaqlar var. Divan, kreslo, stol. Hamamı, duşovoy, ayak yolu. Bir yatak otağı, 2 nəfərlik. Və ikinci yataq otağı da 2 nəfərlik. 5 nəfər olsaz, divanda da yata bilərsin. Çox rahat, pastelər də həmişə tərtəmiz olur. Qışda da bax, kombiləri də var. Qəşəng isti olur bura. Qışda gəlsəz, kombidə çəkiblər. Yayda da çox sərindir, qəşəng. Bura isə İstisu İstirahət Mərkəzinin banket zalıdır. Burada toy, nişan, ad günləri keçirə bilərsiniz. Bilirsiniz, bunların öz manqalxanaları da var. Əgər özünüz kebab çəkmək istəyirsiniz, ətinizi gətirin. Burada şişə çəkib özünüz üçün də istifadə edə bilərsiniz. Ət doğramaq üçün də yer var. Manqalı da var. İstəsəniz özünüz kebabı çəkə bilərsiniz. Bugün de biraz kızdırmak var. Prosta böyle öyle istakamanda gibi orada. Axşamınız xeyir. Bu da bizim axşam yeməyimiz. Nuş olsun. Əzizlərim, balaşqalarınızı da götürün, gəlin burada dincəlməyə. Çox gözəl mənzərəli bir yerdir. Sakit, rahat. Bu da buranın müalicəvi hovuzudur. Burada yazılıb hansı xəstəlikləri müalicə edir. Artroz, artrit, psoriaz, neyrodermit, revmatizm, qan dövranı yaxşılaşdırır, arterial təzyiqi təmizləyir, şəkəri stabilləşdirir, iltihab əleyhinə,
su daima yenilənir. Mədə bağırsaq, sidik cinsiyyət sistemi xəstəliyi, öd kisəsi xəstəliyi, prostat, radikulit hamısı üçün çox faydalıdır. Bu da bizim hovuz. Kükürtlü sudur. İsti su çıxır yerin altından təbii. Çox da dərin deyil. İnsanın boyuna qədər. Dincəlmək üçün çox əla bir yerdir. İstəsəniz, mən videonun altında kim maraqlansa, əlaqə nömrəsində saxlayacağam. Gəlib dincələ bilərsiniz. Biz bura ilin 4 fəsli də gəlirik. Bura ilin 4 fəsli də işləyir və hər dəfə yeni bir mənzərə ilə qarşılaşırıq. İndi yaydır, yayda da belə gözəl mənzərədir. Əla bisitkalar oturmaq üçün, ev, otaqlar, 3 nəfərlik, 5 nəfərlik. Gəlin, əla istirahət edərsiniz. Balalarınızı da götürün, gəlin. Məncə bu yerə insanlar heç qiymət vermir. Çünki bura heç tanınmamış yerdir elə bil ki. Amma çox mən istədiyim ki, çox rahat, çox qəşəng, sakit bir yerdir. Və sizə çox məsləhət eləyirəm. Gəlin, çox rahatdır. Neçə illərdir biz bura gəlirik. Çox rahatdır, çox qəşəngdir. Xoşumuza gəlir, sakitlikdir. Əla da qulluq var. Çox, necə deyim, biz çox razıyıq. Sağ olsunlar.